Xarici ölkələrə yatırılan neft pullarının Azərbaycan vətəndaşına faydası nədir? Elə bu günlərdə açıqlandı ki, Serbiyada 600 milyon avroluq elektrik stansiyasının tikintisinə SOCAR da yatırım edəcək. Amma xarici ölkələrə edilən milyardlarla dollar yatırımların heç damısı gözlənildiyi kimi gəlirli olmur. Məsələn, Türkiyə SOCAR-ın əsas payçısı olduğu Petkim Petrokimya zavodu neçə illərdir ki, zərərdə işləyir. Türkiyəli sənayecilər dövləti Petkim Neft Kimya zavodunun fəaliyyətinə müdaxilə eləməyə çağırırlar. Deyirlər ki, Azərbaycanın dövlət neft şirkəti SOCAR Petkimin əsas hissəsini özəlləşdirəndən sonra istehsal kəskin azalıb, zavodlar bağlanıb, Türkiyə idxaldan asılı duruma düşüb. İzmirdəki Menemen ixtisaslaşmış plastik sənaye zonasının direktorlar şurasının sədri SM Plastik'in qurucusu Salih Esen təkreferans.com-a müsahibəsində deyib ki, ABŞ-dan, Koreyadan plastik istehsalı üçün xam malı almağa məcbur qalıblar. 55 bin ton civarında bir tüketimimiz var. Ham madde alıyoruz ama bir gramını biz Petkim'den temin edemiyoruz. Salih Esen deyib ki, təkcə Petkim deyil, neft kimya sahəsinin də təməli yox olur. O bildirib ki, strateji bir sahənin bu vəziyyətə düşməməsi üçün dövlət müdaxiləsinə ehtiyac var. Türkiyənin Ege dəniz bölgəsində yerləşən Petkim Neft Kimya zavodu 1965-ci ildə qurulub. Zavod tikintidən kənd təsərrüfatına, elektronikadan tekstilə qədər ən müxtəlif sahələrdə maddələr və mallar istehsal eləyir. 2008-ci ildə dövlət neft şirkəti SOCAR Petkimi özəlləşdirəndə neft kimyaya yatırımları artırmaq, neft kimya sahəsini inkişaf etdirmək vədləri verilib. Türkiyə mediasında neft kimya sahəsinə yatırım əvəzinə sırf neft emalına yatırımlardan narazılıq edilir. Milyarlarca lira zarar ediyor Petkim ve göz göre göre de eriyor. Azeriler petrokimya yatırım yapacağız diye geldiler. Rafineriyi kurdular oraya. Son illərdə Petkimdə dramatik bir şəkildə fabriklər bağlandı. İstehsal gücü 2024-cü ildə 58%-ə düşdü. Öz ölkəmizdə zavodlar işləmədiyindən, ehtiyac qarşılanmadığından neft kimya məhsulları məcburən idxal edilir. Zavodların tam istehsal gücündə işlədilməməsi həm Petkimin qazancına mənfi təsir eləyir, həm də Türkiyəni idxaldan asılı duruma salıb. Əvvəllər Petkim Türkiyədə daxili bazarın 20%-ni neft kimya maddələri ilə təmin edirdisə, indi bu göstərici 2 dəfə azalıb və 10%-ə düşüb. SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov bazarda paylarının azalmasını Türkiyədə əhalinin artımı və sənayedə neft kimya istehsalçılarının çoxalması ilə əsaslandırıb. Bildirib ki, 2030-cu ildə bazar payı yenidən 20%-ə çatdırılacaq. Türkiyənin Ekonomi qəzeti yazır ki, Elçin İbadov neft kimya sektorunda durumun pisləşməsinə, Çində iqtisadi artımın yavaşmasına görə neft kimyaya deyil, neft emalına fokuslandıqlarını bildirib. Neft kimya sektoru tarixin ən pis dövrünü 2025-ci ildə yaşadı. Biz SOCAR Türkiyə olaraq bu durumun qrupumuz üzərindəki təsirini azaltmaq üçün neft emalına fokuslandıq. Petkimin son illər üzrə maliyyə hesabatları da şirkətdə durumun heç də yaxşı olmadığını göstərir. Petkim 2024-cü ili 7 milyard türk lirəsi, hardasa 160 milyon dollar. 2025-ci ilin ilk 9 ayını isə 4,8 milyard türk lirəsi, yəni 109 milyon dollar xalis zərərlə başa vurub. Hələlik 2025-ci il olan rəqəmlər açıqlanmayıb. Petkim bu zərəri bağlamaq üçün qısa müddətli kredit götürüb və İzmirdəki müasir Petlim limanını 160 milyon dollara SOCAR-ın başqa bir törəmə şirkətinə satıb. Amma bununla belə zərəri tam bağlaya bilməyib. Hesabatdan məlum olur ki, 2025-ci ilin ilk 9 ayında Petkim hasilatdan 63 milyard lirə, yəni 1,4 milyard dollar gəlir götürüb. Amma məhsul istehsalı xərci isə 65 milyard türk lirəsini, hardasa 1,5 milyard dolları ötüb. Yəni təkcə məhsulun istehsalına çəkdikləri xərc satışdan əldə olunan gəlirdən daha çox olub. Başqa sözlə məhsulu mayasından daha ucuz satıblar və hardasa 35 milyon dollarlıq zərər eləyiblər. Şirkət hesabatında bunu Türkiyədə inflyasiya və türk lirəsinin möhkəmlənməsi ilə izah eləyib. Real Partiyasının sədri iqtisadçı Natiq Cəfərli Türkiyədə inflyasiya, lirənin güclənməsi və Çin amilini elə də inandırıcı səbəb saymır. Çox güman ki, başqa səbəblər də var. Çünki neftin tərkibində belə deyək də qatqıların olması çox böyük ziyan vurdu. Hardasa elə yarım milyard dollara yaxın ziyan olduğu deyilir. İzmirdəki rafinələrin o böyük həcmli çənilər var.
onlara vurulan neftin o zərərli maddələrlə bulaşması, onların təmizlənməsi, yuyulması, yenidən istehsala qaytarılması. Buna yəqin ki, milyonlarla vəsait lazım olub. Natiq Cəfərli bildirir ki, bütün bunlar ehtimallardır. SOCAR rəhbərliyi həm Azərbaycan, həm də Türkiyə xalqına istehsalın bu qədər baha başa gəlməsini, hər il zərərin niyə artmasını faktlarla əsaslandırıb hesabat verməlidir. Azadlıq Radiosu SOCAR-a məktub ünvanlasa da, bu və digər suallarına veriliş efirə gedənəcən cavab almayıb. SOCAR 2008-ci ildə Petkimi 2 milyard 40 milyon dollara özəlləşdirməklə Türkiyə bazarına daxil olub. Hazırda SOCAR-ın Türkiyədə yatırımları 18,5 milyard dollara çatıb. SOCAR 6,7 milyard dollar Star Neft emalı zavoduna, 7 milyard dollar isə TANAP-ın Türkiyə hissəsinə yatırıb. Hər il isə Petkimə 100 milyon dollarlıq yatırımlar eləyir və bu yatırımlar da 2 milyard dolları ötüb. Elçin İbadov neft kimi ilə bağlı yeni master planın hazırlandığını, detallı mühəndislik araşdırması aparıldığını açıqlayıb. Bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq 2030-cu iləcən Petkimə 7 milyard dollarlıq yatırım edilə bilər. Onun bu açıqlaması isə Türkiyə mətbuatında bir mənalı qarşılanmayıb. Əvvəl Petkimə 2022-2023-cü iləcən yatırımlar ediləcəyi deyilirdi. İndi də bu vədin 2030-cu iləcən gerçəkləşdiriləcəyi narahatlıq yaradıb.